Hər kəsə salamlar. Kiberpolis kanalından mən Elnur. Necəsiz? İnşallah ki, keyfiniz yerindədir. Deməli, mövzuya başlamadan öncə ilk öncə özümü sizlərə təqdim edeyim. Mən Elnur, 3 ilə yaxındır kiber təhlükəsizliyi üzrə kurslara davam edirəm və özümü inkişaf elətdirirəm. Bir çox layihələrdə özümü inkişaf elətdirmişəm və kiber təhlükəsizliyi üzrə bir neçə sertifikatlarım var hal-hazırda. Deməli, bu kanalı açmaqdan məqsədim odur ki, bildiyiniz kimi Azərbaycanda və dünyada kiber cinayətlərin sayı çoxalıb. Hətta bir dəqiqə ərzində nə qədər kiber hücumlara məruz qalan insanlar olur. Və bu kanalı açmağın məqsədim odur ki, sizləri maarifləndirməkdir. Mənim fikrimcə nə qədər insan, kiber təhlükəsizliyi haqqında biliyə sahib olsa, bir o qədər də kiber cinayətlərin sayı azalar. Yəni kiber hücumlardan insanlar özlərini rahat bir şəkildə qoruyur. Bu da o deməkdir ki, kiber cinayətlərin sayı azalacaq. Yəni mənim fikrim budur. Yəni ki, fikrimlə razısınız və ona görə bu kanal açmışam. İnşallah ki, kanalımıza dəstək olarsınız. Sizlərin dəstəyi nəticəsində mən də bu kanalda bacardığım qədər sizlər üçün hər şeyi izah eləməyə çalışacağam. Hər şey də pulsuz şəkildə olacaq. Nə bilim, gələcəkdə ilk tapmamam, satmaq fikrim yoxdur. Hər şeyi bu kanalda tapa bilərsiniz. Yəni şərhlər bölməsində kiminlə sual olsa yazar və o sual haqqında da mövzuları paylaşa bilərəm sizlər üçün gələcəkdə. Yəni hər şeyi sıfırdan izah edəcəm sizlər üçün. Yəni bildiyiniz sıfırdan kurs kimi olacaq. Deməli, kiber təhlükəsizliyin real həyatda ssenarisi. Təsəvvür edin ki, uşaqlar səhər oyanırsan və hesabların artıq sənin deyil. Yəni bu da o deməkdir ki, səhər tezdən tutaq ki, oyanırsan, normal bir günə başlamaq istəyirsən və kompüter və yaxud telefonu açırsan, görürsən ki, bütün hesabların bloklanıb. Yəni heç nəyin yoxdur, şifrələrin də dəyişilib, nə bilim, Gmail şifrəsi və yaxud kart şifrəsi falan hər şeyin dəyişilib. Məlumatların da bəlkə də, dark webdə falan yayılıb da, onu deyə bilmərəm. Məsələn üçün, elə bir hakerlər var ki, götürdüyü məlumatlar sırası dark webdə falan yayır. Və bunun üçün də sizlərə kiber təhlükəsizliyi bilmək çox vacibdir. Yəni onu bilsəz, ən azından anlayışınız olsa, siz öz məlumatlarınızı kiber cinayətkar sizin məlumatlarınızı əldə eləməmişdən qabaq qoruya bilərsiniz. Deməli, kiber təhlükəsizlik nədir? Cihazların, şəbəkələri və məlumatların qorunmasıdır. Kiber təhlükəsizliyi kompüterləri, telefonlar, telefon serverləri və məlumatları icazəsiz girişdən, oğurluqdan və hücumlardan qorunmaq üçün görülən tədbir toplusudur. Necə ki, eyni qıfılla, evi məsələn necə qıfılla qoruyursan, bu da eyni bir şeydir. İnternetdə də bu qıfıl sənin şifrələrin, təhlükəsizlik tədbirlərinin və biliklərindir. Yəni ki, məsələn üçün, evi gecə yatanda və yaxud evdən çıxanda, evdə heç kim olmayanda qıfıllayıb çıxıb gedirsənsə, bu da eyni bir şeydir. Bu da elə bir ki, onun texnologiya versiyasıdır. Yəni ki, sən qabaqcadan öz məlumatlarına qıfıl qoyursan, kiber cinayətkar da sənin məlumatlarına girmək istəyəndə görür qıfıl qarşısına çıxır və geri çəkilir. Yəni əslində yenə də oğurlaya bilər. Sadəcə o vaxt aparmamaq üçün, yorulmamaq üçün heç nədir. Yəni necə deyim? Məsələn üçün də sən fərdi bir şəxssən, sənin məlumatların qorunur. Kiber cinayətkar sənə hücum eləməz də, yəni gedib banka hücum eləsən, onsuz da bilir ki, məsələn bankın məlumatları qorunur, bankı hücum edəndə davam edir. Amma sənin fərdi məlumatlarını məsələn ələ keçirmək istəsə keçirdəcək yerində. Sadəcə qorunursan deyə öz vaxtın bir nəfər üstündə yormaq istəməyəcək, gedəcək başqa adamın məlumatlarını oğurlayacaq. Deməli, kiber təhlükəsizliyin əsas sahələri birinci sahəsi şəxsi təhlükəsizlikdir, ikinci sahəsi şəbəkə təhlükəsizliyi, üçüncü sahəsi proqram təminat təhlükəsizliyi, dördüncü sahəsi insan faktoru və beşinci sahəsi kiber təhlükəsizlik. Tək bir şey deyil, bir neçə istiqaməti var.
Birincisi şəxsi təhlükəsizlikdir, yəni öz təhlükəsizliyindir. Öz hesablarını və cihazlarını qorumaq. İkincisi şəbəkə təhlükəsizliyi, internetdə bağlantıların qorunması. Üçüncü proqram təminatı təhlükəsizliyi, proqramların zəifliyinin bağlanması və ən əsası insan faktoru. Əksər hücumlar insan səhvindən başlayır. Bu da o deməkdir ki, məsələn, sən hansısa bir misal çəkəcəm, Capital Bankda işləyirsən və bir layihə üzərində sənə bir layihə veriblər və o layihə üzərində işləyirsən və həmin layihədə sən yaradırsan, məsələn, 3 ilə, 4 ilə, 1 ilə yaratdın layihəni və burada sənin bəzi səhvlərin olur və o səhvləri də heç kim görmür. Yəni sən layihəni yaradanda təbii ki də orada development, yəni proqramçı və bir çox kiber təhlükəsizlik mütəxəssisləri həmin layihəni yoxlayacaqlar. Yəni tək sən layihəni qurub bitirdin və layihəni irəli sürdün bitmir. Yəni orada bir neçə prosedur olur. O prosedurda yoxlayandan sonra sənin layihən necə deyim, xalqa açıq olur. Və yoxladılar, heç bir məsələn boşluq tapmadılar, heç bir səhv tapmadılar və xalqa açıq elədilər. Halbuki sənin orada bir neçə dənə yerdə səhvin olub. Və xalqa açıq olandan sonra təbii ki də kiber hücumlar çoxalacaq, kiber cinayətkarlar necə deyim, sənə yönələcək və burada da sənin boşluqların varsa, rahat bir şəkildə bu boşluqlardan layihəni zəiflədə bilərlər, yəni çökərdə bilərlər, layihəyə hətta bağlatdıra bilərlər, layihəyə nə qədər ziyan vura bilərlər. Yəni ona görə də hansısa layihə üzərində işləyəndə falan, yəni hər şeyə diqqətlicə baxmağınız tövsiyə olunur. Kiber hücumların növləri uşaqlar. Birincisi phishingdir, saxta linklər. İkincisi zəif şifrələr. 3 zərərli proqramlar, estağfurullah. 4 sosial mühəndislik. Deməli, hackerlar səni tələyə salmaq üçün fərqli yollar seçir. Ən geniş yayılmışı phishingdir, yəni saxta mesaj və linklərlə məlumat ələ keçirmək. Deməli, bu necə baş verir? Bu hal-hazırda Azərbaycanda ən aktual mövzudur. Həm də kiber cinayət eləyən şəxsin ən rahat eləyə biləcəyi hücumdur. Niyə rahat eləyə biləcəkdir? Çünki Azərbaycanda bu dəqiqə, yəni xalqın çoxusu kasıb təbəqədir. Yarıdan çox faizi kasıb təbəqədir və bu kasıb təbəqənin psixologiyasından istifadə edərək kiber cinayət törədən şəxs sizə saxta bir Capital Bank məsəl çəkəcəm yenə. Saxta bir Capital Bank saytı açır və sizə o linki göndərir. Və linki göndərəndə də sizə məsələn deyirlər ki, məsələn üçün sən kasıbsan, sənə məsələn üçün də pul lazımdır, deyir ki, pul lazımdır. Deyir ki, məsələn 10.000 kredit verilir, rahat bir şəkildə onlayn vasitəsi, yəni onlayn rahat bir şəkildə götürə bilərsən. Faizi az, nə bilim, yəni yalandan sizə vədlər verirlər, siz də inanırsınız. Deyirsən, nə gözəl 10.000 kredit verir, faizi az falan filan, nə yaxşı. Girsən ora, girdin sayta, linkə. Sayta girdin, elə olur ki, məsələn üçün də kiber cinayət törədən şəxs linkdə viruslar gizlədir. Elə də olur ki, heç virus falan gizlətmir. Məsələn, sən linkə basan kimi avtomatik telefon və yaxud kompüterə virus yüklərir. Və yaxud da ikinci versiyada olaraq linkə basın, sən orada qarşılayır ki, 10.000 kredit götür, əldə etə basırsan və kart məlumatları istəyir. Kart məlumatları da basan kimi, yazan kimi əslində. Həmin şəxs keylogger, yəni necə deyim, sənin bütün yazdığın məlumatlar avtomatik ona yönəldilir. Yəni sən orada yazdığın bütün kart məlumatları, CV kod, 3 rəqəmli kod gedir avtomatik həmin şəxsə. Həmin şəxsə getdikdən sonra həmin şəxs tez bir zamanda girir kart məlumatlarını dəyişir, şifrələyir falan. Sən kartva girmək istəyəndə karta girə bilmirsən. Və gedirsən polis orqanlarına müraciət edirsən və bu müraciətə heç kim baxmır. Səbəb də nədir? Səbəb də odur ki, sən kartı götürəndə öz, yəni
orada imza atırsan. Kapital Banka yaxınlaşıb kart götürəndə imza atırsan ki, mən şəxsi məlumatlarımın qorunmasına cavabdeyəm. Yəni şəxsi məlumatların qorunmasına cavabdeyəm nə deməkdir? 16 rəqəmli kodu paylaşa bilərsən, çünki sənin kartına pul oturur. Amma arxadakı 3 rəqəmli kodu sən heç kimə verməməlisən. Sən də bunu verdiyin üçün avtomatik də, yəni Kapital Bank da yəni hər gün də adama mesaj göndərir ki, bank olmayan təşkilatlara, yəni bizim adımızdan sizə yazan adamlara inanmayın. Sən də getmisən vermisən, yəni başqa adama, sonra da gəlib polisə şikayət edəndə polis də deyir ki, bizlik deyil. Yəni onu da heç kim araşdırmır, gedib banka da müraciət edəsən, bank sənin pulu geri qaytarmayacaq. Yəni ona görə də diqqətli olmaq lazımdır. İkinci olaraq zəif şifrələr. Məsələn, 1 2 3 4 5 6 saniyələrlə sınırıla bilər. Yəni məsələn sən girmisən kartına məsələn kod qoymusan 1 2 3 4 5 6, yəni bu rahat koddur, yəni rahatlıqla sındırıla bilər və yaxud doğum tarixi qoymusan rahatlıqla götürülə bilər. Bu dəqiqə Azərbaycanda yardım çox insanın kartı kodu da yəni doğum tarixidir. Getməsən bir dənə kart əldə elə, bütün doğum tarixlərini yaz, axırda kartını rahat götürəcəksən. Deyəcəksən ki, 3 sənədən sonra bloka düşəcək təzədən açılacaq. Yəni belə şeylər var. Yaxud da nə bilim internetdə o qədər şey var ki, basırsan bütün kodları yoxlayır, hansı kod onun uyğundusa sənə göstərir, sən də o koddan rahat bir şəkildə kart məlumatını əldə edə bilirsən. Üçüncü olaraq zərərli proqramlar gizlicə şəkildə cihazına daxil olur və məlumatları oğurlaya bilər. Sosial mühəndislik isə sənin diqqətsizliyindən istifadə edərək məlumatları toplamağa üsuludur. Zərərli proqramlar odur ki, yəni virus falan yazıla bilər hansısa proqrama. Siz də o proqramı yükləyərsiniz və onu yüklədikdə sizə kompüterinizə virus yüklənmiş olar və bu virus nəticəsində sizin bütün kompüterinizdə məlumatlarınızı əldə edə bilərlər. Sonra kiber təhlükəsizlik niyə vacibdir uşaqlar? Şəxsi məlumatların qorunması, maliyyə təhlükəsizliyi, reputasiyanın qorunması, fırıldaqların qarşısı. Kiber təhlükəsizlik vacibdir, çünki bu sadəcə texnologiya deyil, bu sənin şəxsi həyatındır. Şəkillər, videolar, kart məlumatları və hətta ad soyadın sənin icazən olmadan istifadə oluna bilər. Maliyyə fırıldaqları, reputasiyanın zədələnməsi və məlumatların sızıntısı bunlar real risklərdir. İndi də dediyim kimi, yəni bayaq da dediyim kimi, kiber təhlükəsizlik vacib bir şeydir. Çünki sənin kart məlumatların yox, bütün şəxsi məlumatların oğurlana bilər. Yəni vaxtı ikən məsələn üçün də indi pis bir şəkil çəkmisən, saxlamısan telefonda, o məlumatlar var kimi yayıla bilər və dark webə, deep webə satışa çıxarda bilər həmin saytlarda. Yəni ona görə də kiber təhlükəsizlik bu dəqiqə ən vacib, yəni bilməyiniz lazım olan mövzulardan biridir. Hücumlardan qorunma yolları uşaqlar. İlk öncə güclü şifrələr. Güclü şifrə qoysaz, yəni hackerın sizin şifrənizə əl çatmağı azalır. İkinci isə iki faktorlu giriş doğrulamasıdır. Yəni artıq Instagram və yaxud bir çox sosial şəbəkələr iki faktorlu doğrulamalardan istifadə edirlər. Və yəqin ki, özünüzdə qarşılaşmısınız ki, məsələn üçün də çoxsu Instagram səhifələrinin şifrəsinin qırılmasını istəyir, amma heç kim onu bacarmır. Çünki səbəb odur ki, iki faktorlu doğrulama var. Yəni iki faktorlu doğrulama edən hər şəxsin hesabının oğurlanması qəliz bir məsələdir. Məsələn, bir saata sənin adi hesabı qıra bilirsə, sən iki faktorlu elədikdən sonra bu 2 günə, 3 günə kimi yəni uzanır. Bu da təbii ki də hücum edən şəxsə yəni sərf eləmir. Bir nəfər üstündə 2-3 gün əlləşsin. Üçüncü, şübhəli linklərdən uzaq durun. Bayaq dediyim kimi şübhəli linklərə toxunmayın. Hətta sizə yəni bank əməkdaşı tərəfindən zəng gələ bilər. Tərəfindən deyəndə ki, yəni bank əməkdaşı olmayan şəxs tərəfindən zəng gələ bilər. Burada da müxtəlif fərqlər verə bilərlər. Yəni bir sözlə sizdən hər hansısa bir şəxs kart məlumatlarınızı istəyirsə, həmin adama məlumatlarınızı verməyin. Çünki bank əməkdaşı yəni bank əməkdaşı sizdən kart məlumatlarınızı tam bir şəkildə istəyə bilməz. Yəni istəsə də, məsələn üçün birinci nəsə kod istəyəcək, o kodu deyəcəksiniz, sonra təsdiqləyəcək, ondan sonra istəyəcək.
Amma CV kodu istəmir. 16 rəqəmli kodu istəyir sizdən. Arxadan olan 16 rəqəmli kodu. O 16 rəqəmli kodu da hər kəsə paylaşa bilərsiniz. Çünki ödəniş üçün olunan koddur. Amma arxadakı olan 3 rəqəmli o kodu paylaşmır. Yalan paylaşdıqca bilin ki, kartınız getdi. Yeniləmələr nədir? Kompüter və telefona güncəlləmələr gələndə həmişə kompüter və telefonlarınızı tez-tez şəkildə yeniləyin uşaqlar. Yəni yeniləmələr də onun üçün vacib olan bir şeylərdir. Sonra burada nə var idi? Özünü qorumaq düşündüyündən daha asandır. Güclü şifrələrdən istifadə et. Uzun və unikal şifrələrdən hesablarda 2 faktorlu giriş aktive et. Şübhəli linklərə klikləmə, proqramları yenilə. Bu heç VPN və antivirus kimi əlavə qoruma vasitələrindən istifadə et. Əslində bundan istifadə edə bilərsiniz. Antivirus olmalıdır. VPN-ə yəni dəqiqə çox adam istifadə etmir. VPN yəni mənim fikrimcə lazımsız bir şeydir. Sadəcə IP adresi falan dəyişir. Yəni o da ki, yəni hal-hazırda necə deyim, kiber təhlükəsizlik üzrə mütəxəssis falan deyilsə heç ehtiyac yoxdur. Kiber təhlükəsizlik təkcə texnologiya deyil, bu bir vərdişdir. Hər dəfə linkə klik etməzdən əvvəl düşün. Hər yeni tətbiqi yükləməzdən əvvəl onun etibarlı olub-olmadığını yoxla. Ən güclü antivirus proqramı belə diqqətsizliyə əvəz edə bilməz. Yəni bu da düz söhbətdir. Yəni insan yaratdığı proqramların hamısında onsuz da bir boşluq olur. Nəticə və çıxarışda kanalımıza uşaqlar abunə olun və növbəti videonu izləmək üçün bildiriş düyməsini aktiv edin. Hackerlar ən zəif hədəfləri seçir. Əgər bu qaydalara əməl etsən, sən artıq onların hədəfindən çıxmısan. Bu video məqsədi qorxutmaq yox, səni gücləndirmək uşaqlar. Daha çox faydalı məlumat üçün kanala abunə olub və növbəti videonu qaçırma. Yəni dediyim kimi, sən əgər mənim dediklərimi eləsən, yəni ən azından kiber cinayətkarın hədəfindən qaçmış olacaqsan bir müddətlik. Hər nəysə uşaqlar, bugünkü videomuzun da sonuna gəldik, çatdıq. Əgər videomuz bəyəndinizsə, videomuza like atıb kanalımıza abunə olmağı unutmayın. Yəni bacardığım qədər sizlərə sadə dildə izah eləməyə çalışdım. Bundan sonraki videomuz hansı mövzuda olmasını istəyirsinizsə, yorumlar bölməsinə yaza bilərsiniz. Yorumların hamısını oxuyacağam və çalışdığım qədər sizlərin yorumlarınızın üzərindən videolar çəkməyə çalışacağam. Sağ olun, özünüzə yaxşı baxın.